olur evlilikdə və qadının bərəkətli olması və bədbəxt olması. Yəni, düşərli və düşərsiz olması babında, fəslində daha doğrusu, ilk fəsildə. Peyğəmbərimiz buyurur ki, مَا يَمْنَعُ الْمُؤْمِنَ أَنْ يَتَّغْزَ أَهْلًا لَعَلَّ اللّٰهُ أَنْ يَرْزَقَهُ نَسَمَةً تُسَكِّنُ الْأَرْضَ بِلَا إِلَهَ إِلَّا اللّٰهِ. Peyğəmbərimiz babın ilk hədisində belə bir hədis gətirir, Həsən bil Fədil. Deyir ki, nə mane olur o şəxsə ki, evlilikdən üz döndərir, üz çevirir. Nə mane olur? Bəlkə o evlənsə, Allah ona elə bir zürriyyət bəxş edər ki, o yer üzündə nədir? Lə iləhə illallah car çəkər. Lə iləhə illallah deyə insanları təbliğ eləyər. Və bu övlad, lə iləhə illallah deyən övlad, buna həm dünya, həm axirətdə şəfayətçi olar. Və onun bərəkətindən nədir? Bunun işləri hasadlaşar. Yəni, qısaca Peyğəmbərimiz demək istəyir ki,